İldiz Hacıyev azadlığına qovuşdu əziz izləyicilərim, xalq arası. Təşəkkür edirəm. Hədiyyələrə görə hamınıza minnətdaram Elnara xanım. Öpürəm onun əllərini. Təşəkkür edirəm. Allah razı olsun. Dostluğa bəyənin dostlar, məni bəyənin əzizlərim. Bəyənməni çoxaldın, zəhmət olmasa. Bəyənməni çoxaldın. Bəyənməni çoxaldın. Bəyənin, təşəkkür edirəm hamınıza. Bax, bəyənin, dostluğa. Mən sizə demişdim, ən son məlumatları mən sizə verəcəm. Şükür Allaha ki, ilk mən canlıda verdim sizə bunu. Nə xoş mənə. Təşəkkür edirəm hamınıza. Birbaşa Azərbaycan dövlətinə, yəni birbaşa hakimlərə təşəkkür edirəm. Ədalətli qərar idi. Allah dövlətimizi qorusun. Allah bütün izləyicilər, sizləri qorusun. Təşəkkür edirəm. Allah qarşı tərəfə də övladını qəni-qəni rəhmət eləsin. Allah var eləsin. Hanım, bəs mənə dedin ki, quzu alırsan. Ay, neyinəm quzunu mən sənə qurban sənə. Ay, istəmirəm quzunu səndə. Allah köməyin olsun. Quzu neyinirəm? İndi Yıldızə xanım çıxacaq. İndi çıxacaq, canlı yayımda qoşulacaq. İndi çıxacaq, qoşulub. Bir xəbəri mən verdim, bax. Bir xəbəri çıxdım, hiss elədim, qaçdım. Mənim nömrəmi götürün, inşallah mən də sizin öz hədiyəmi təqdim edəcəm. Allah razı olsun, ehtiyac yoxdur xanım. Elə gəldim sənə. Allah razı olsun. Amma mənə çox adam sual verir ki, siz döyüşmüsünüz. Xeyr, mən bir dükanımı satıb Müdafiə Nazirinə gəldim. Allah sizi var ya, xanım, bugün sevinç günüdür. Bunları olmaz da. Bugün sevinç günüdür. Bugün siz sevincinizi bölüşürsünüz. Şəxsi məsələlər sonra. Sağ ol, təşəkkür edirəm. Qarşı tərəfin də nümayəndələri buradadır. Bax, burada çıxıblar, burada. Allah köməkləri olsun. Allah can sağlığı versin hamısına. Hədiyyələrə görə çox sağ olun, təşəkkür edirəm. Bax, demişdim, xəbəri mən sizə paylaşacağım, mən bölüşəcəm. Ona görə artıq dərəcədə xahiş edirəm, əziz izləyicilərim, bəyənin və dostluğa takib atın. Instagram səhifəmdə də təşəkkür edirəm hamınıza, İldizə Hacıyevə. Bəyənin, daha çox insan görsün bizi. İldizə xanım indi çıxır. Təşəkkür edirəm hamınıza. Minnətdaram. Türklərin biz oldu. Buna baxın siz Allah. Və İldizə Hacıyeva azadlıqda, əziz izləyicilərim. İldizə Hacıyeva azadlıqda ilk xəbəri verdiyimə görə çox sevinirəm. Və çox sevinirəm. Ölkədə ilk xəbəri elə özüm verdim. İnşallah ailəsinə qovuşur. Bəli, İldizə xanım çıxdı. Yox, çıxmadı. Valideynlər çıxdı. Bir zəgə. Əmoğlu, ilk xəbəri elə bu dostluğunuz verib. Promo efir. Mənim ürəyim Sürəyə xanım, minnətdaram sizə. Bəli. Mən sizə nə demişdim dostlar? Bir belə ikinci prosesdə İldizə Hacıyeva, Elmar qızı ağladı. İldizə Hacıyeva azadlıqda, əziz izləyicilərim. Və ya ikinci məhkəmədə. Bunu necə döndərim məni? Döndür. Mən dünənlərdə canlı yayımında demişdim. Bəli, İldizə Hacıyeva azadlıqda, əziz izləyicilərim. Xalq arası indi canlı yayımla əlaqə yaradacağıq, müsahibələrini alacağıq. İldizə Hacıyeva azadlıqda və ilk xəbəri verdiyimə görə sizlərə çox xoşbəxtəm. Təşəkkür edirəm hamınıza, minnətdaram. Canlı yayımı çoxaldın. İldizə sevərlər İldizəni görəcək. Gəlin qarşı tərəfə də səbir dilirəm. Allah onları da qorusun. Allah onların da həyatını itirmiş balalarını rəhmət etsin. Nəysə. Bu günləri Milli Mətbuat Günü fürsətindən sonra bütün media işçilərini təbrik edirəm. Can sağlığı, uzun ömür arzulayıram. İldizə Hacıyeva azadlıqda, əziz izləyicilərim. Ata Abdullayev burada. Çək. Ata Abdullayev burada, bəli. Salam, necəsiz? Bir elə qışqırdı ki, laf 80. Xanım, ilk xəbəri mən verdim də, sevindiniz. Qaynanam deyə sevinsən. Qaynanamdır, Allah razı olsun. Təşəkkür edirəm xanım, minnətdaram. Amin, Allah cümləmizdən razı olsun. Yox, çəkmirəm. Xalq hazırda məhkəmənin önündə artıq dərəcədə xahiş edirəm. Daha da bəyənin, əziz dostlar, İldizə Hacıyevla siz indi canlı yayımda, İldizə ilk canlı yayımı biz paylaşacağıq. Bəyənin bizi çox adam görsün. Deyirəm mənə hərdən baxın, mənə izləyin. Deyirəm bax sizə, ən son xəbərləri mən verəcəm sizə. Deyirdim izləyin. Və əziz izləyicilərim, Orxan dostumuzu da yaxın tanıyırsınız. Sənin də əziyyətlərin oldu. Xəbərdir İndi elə birinci özüm vermişəm. Narahat olma, Allah köməyin olsun. Mən 25 dəqiqə canlı yayımdan çoxdan vermişəm. Şükür olsun izləyicilərimə.
izləyicilərim. Fərq yoxdur, axırı vermək mən Əsas xəbər xoş xəbər verilir. Əsas xoş xəbər vermişik. Bəli. Bu arada Azərbaycan hüquq ölkədir və bu hüququn təminatçılarına minnətdarıq. Allah dövlətimizi, rəhbərimizi qorusun. Allah çox hörmətli vitse-prezident Mehriban xanım Əliyevanı qorusun. Allah xalqımızı qorusun, sizləri qorusun. Bu gün bayramdır. Allah hamınızı var eləsin sizin. Onu sen ayır onu. Hamınıza təşəkkür edirəm, əziz izləyicilər. Minnətdaram. Daha çox fəal olun. İlduza Hacıyeva hal-hazırda indi çıxacaq, danışacaq İlduza Hacıyevanla. Canlı ilk görüntülər olacaq indi. Əziz izləyicilərim və hamınıza minnətdaram. Hədiyyələrə görə minnətdaram hamınıza. Təşəkkür edirəm. Bax, bir gün hədiyyə sizdən qazanmaq olar. Bir gün o gündür, əziz izləyicilərim. Hamınıza minnətdaram. Bütün ata sevərlərə, məni sevməyənlərə də hamınıza minnətdaram. Hamınıza təşəkkür edirəm. Allah hamınızı var eləsin. Maşallah olsun. Adlarınızı bir-bir oxuyum da. Yeva, təşəkkür edirəm Yeva. Sekrecanka, təşəkkür edirəm hamınıza. Minnətdaram hamınıza. Amin. Amin. Mən prezidentimi həmişə dəstəklənirəm. Təşəkkür edirəm. Ədalətli olmağına görə həmişə də dəstəkləyirəm. Allah var eləsin. Vəssalam. Canlı Allah var eləsin. Sağ olun. Yaşasın İlham Əliyev, yaşasınlar Əliyevlər ailəsi. Sağ olun. Təşəkkür edirəm. Bəli, əziz izləyicilər. Hədiyyələrə görə çoxsan. Kimdir bu buketlər? Aytac, kimsəsizlik, satira, Asim Usta, Meber, Xuyunday, buketlər, maşallah, ardı kəsilmir. Bu poyuzu kim göndərdi? Iceberg, minnətdaram hamınıza. Iceberg, minnətdaram hamınıza. Təşəkkür edirəm. Kölgə, Türkana, Əliyev, buketlər, hamınıza minnətdaram sizin. Hamınıza minnətdaram. Halida, Kadi, Səssiz, 085, hamınıza bir-bir minnətdaram. Sikret, maşallah. Ebru, Nur, 085, Kadi, Oşet. Leyla, təşəkkür edirəm bütün hədiyyələrə görə minnətdaram. Bəyənin, ən son məlumatları demişəm, doğru, dürüst, qərəzsiz sizlərlə paylaşan Ata Abdullayevin Instagram, TikTok, Facebook səhifəsində. Bir daha yeni izləməyə daxil olan yeni izləyicilərə bildirmək, İlduza Hacıyeva azadlıqda. İlduza Hacıyeva azadlıqda məhkəmədə hakim vəkillər vəsadət verdi, dövlət imkançısı etirazı bildirsə hakimlər müşavir otağından keçib yekun məhkəmənin qərarını ev dustağına buraxıldı və məhkəmə xüsusən də qeyd edir ki, məhkəmə istintaqı ilə aparılacaq, vəsadət o da təmin olundu. Növbəti məhkəmə ayın 31-nə təxirə salınıb. Yəni bu qədər. Canlı yayımı bağlayım yoxsa qalsın? Onda zəhmət olmazsa xahiş eləm sizdən, xahiş eləm bəyənməni çoxaldın. Xahiş edirəm, bəyənməni çoxaldın. Səhər saat 8-də mən də buradayım, yorğunam, Allah hamd olsun. Bəyənməni çoxaldın. Xahiş edirəm sizdən bəyənməni çoxaldın. Və dostluq, bəyənəndən sonra hamımızdan ricam odur ki, mənə dostluq göndərin. Mənə sizin kimi saf, dürüst, səmimi izləyicilər lazımdır. Əziz izləyicilərim. Hamıza, maşallah. Vüsal 111, Doktor Nigar, spasiba. Hamınıza minnətdaram, hamınıza minnətdaram. Gəlin canlı yayımızı biraz da böyüdək, əziz izləyicilərimiz. Canlı yayımızı biraz da böyüdək, əziz izləyicilərimiz. Canlı yayımızı biraz da böyüdək. Gəl, balaca nətərsən? Gəl səni görsünlər burada. Hamıya salam elə. Nə İlduza xanım azadlıqda? Deyilən İlduza xanım azadlıqda. Iş sənə qurban. Bəli, əziz izləyicilərim. Məhkəmə bütün icraçılarına buradan təşəkkür edirəm hamısına. Əziyyətləri var. Allah
Arzumunun 4 balası var və Allah onu balalarına qovuştursun. Məhkəmə istintaqı dövründə də yenə də deyirəm, ev dustaqlığına verilibsə 5 il 2 ay müddətinin azaldılması da hal-hazırda İlduza çölə çıxmaq üzrədir dostlar. Maksimum paylaşın, maksimum yayımı artırın. Diye gelsin indi şiir. Babuş o günlərin kaydı düşüb mənim qabağıma. Gəlib də qabağıma deyir ki, mən deyir, mən deyir, bəs şeydir, nədir onun adı? Mən sosial şəbəkəyə inanmıram deyir də. Sabah səhifəm bağlandı, ördəyimi, qazımı, toyuğumu saxlayıb, ondan sonra maşınım var, taksivatlıq eləyib dolanacağım. Elə bir şey çıxdı qabağıma da. Onu da əyləncəli deyə baxıram. Hə, düz deyirsiniz. Hə də qızlar, o indi əyləndir. Hamınıza minnətdaram. Hamınıza minnətdaram. Hamınıza minnətdaram. Bir saat ərzində onun ev dustaqlığına buraxılması ilə bağlı sənədləşmə işləri yekunlaşacaq. Yəni artıq proses başlayıb, yarım saat bundan qabaq başlayıb proses və gözləyirik ki, hardasa 15-20 dəqiqə ərzində baxın, bu qapıdan İlduza Hacıyeva azadlığa. Bəli dostlar, yeni qoşulanlar üçün bir daha deyirəm. Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İlduza Hacıyevanın vəkili Hikmət Əliyev və Fərid Həsənov məhkəməyə ev dustaqlığına buraxılması ilə bağlı və məhkəmə istintaqının proseslərin məhkəmə istintaqı ilə aparılması ilə bağlı 2 vəsadət vermişdi. Hər iki vəsadət hakim tərəfindən təmin edildi. Hal-hazırda İlduza Hacıyevanın ev dustaqlığına buraxılması ilə bağlı sənədləşmə işləri aparılır. Çox xahiş edirəm, səhifənin aktivliyini itirməyək, bəni sevlərinizi atın, bəyənin, maksimum paylaşın və İlduza Hacıyevanın çölə çıxmasını mütləq sizə nümayiş etdirəcəm. Əziz dostlar, izləmədə qalın. 10 dəqiqə ərzində sizə İlduza Hacıyevanın ev dustaqlığına buraxılması ilə bağlı görüntülərini təqdim edəcəm. Meyzə xanım, eşidirsiniz məni? Sizin fikirlərinizi bilmək istəyirəm. Bizə daha əvvəl məlumat gəlmişdi ki, sabahı gözləyin. Da mən heç nə deyə bilmədim. Tam əmin olmadan danışa bilmədim. Ya mənə də xəbər gəlmişdi ki, sabahı gözləyin. Yaxşı xəbər olacaq. Mən də yatmamışam burada, gözləyirəm. Gözlədim burada, ümidimi itirmədim. Allah hər kəsdən razı olsun. Bizim sabahlı advokatlarımız. Bəli, biz sonuncu və vəkillə danışanda vəkillər ümumiyyətlə belə bir qayda var vəkil etikasındakı 100%lik heç bir vəkil öz müvəkkilinə 100%lik qarantiya verə bilməz. Amma Hikmət Əliyevin o əzmli mübarizəsi, o belə deyək də müdafiə taktikası ona imkan verirdi ki, o desin ki, mən ilk prosesdən İlduza xanımı ev dustaqlığına buraxacam və buraxdırdı da. Dostlar, Allah Azərbaycan dövlətindən razı olsun. Məhkəmə sisteminin olmasının əsasını təşkil edir və bir daha sübut edir ki, Azərbaycanda ədalətli məhkəmə sistemi var. Sizlər də çox əziyyət çəkdiniz. Sizlər də çox əziyyət çəkdiniz. Allah sizin əziyyətinizi yerdə qoymasın. Allah sizə razı olsun. İlduza çıxdı dostlar. Göstər. Yaxınlaşdır, göstər. İlduza.
Musa gəlir hələ ki, qapıya yaxınlaşmayıb. Yaxınlaşsın göstərəcək. Müəyyən prosedurlar var. Səbirli olun, göstərəcəm hamısını. Ey hayat sen ne garibesin. Ey! Yaşasın Azerbaycan. Dostlar, yayımımız artıq 20 minə qalxmaq üzrədir. Maksimum bəyəni. Dostlar, çox xahiş edirəm. Bahalı hədiyyələr atmayın sizdən, xahiş edirəm. Bəni sev atın. İzləmədə qalanın, bəyənin. Hədiyyələrə görə də təşəkkür edirəm əziz dostlar. Gələ danışmağa ehtiyac yoxdur da. Nə oldu sözü. İnsanları qızışdırmayın. İnsanlarla belə danışmayın. Onlara zəhmət olmasa Bu qışqıran əslində kimdir elə o danışılmamalıdır. yaxınlaşın deyil. Yox, yaxınlaşın Çünki deyil də bir xahiş şey edirəm. nəzərə Mən almaq burada- lazımdır ki, Arzum bəraət almayıbdır. Yox, Ayşə xanımdır, mən ona nə deyim? yaxınlaşırıq. Olmaz O özü ona. başa O düşməlidir. belə danışmamalıdır. Düzgün deyil o hərəkət. O söz o yəni nə oldu söhbəti nədir? Niyə qışqırmalıdır axı? Dostlar, oraya yığışmayın, xahiş edirik. Arzum xanım prokuroru. Bakın, şimdi imkan vermedin ki Arzumun prokurorunu göstərim insanlara. Canlı yayım 22 min adam var. Ayşə xanım, çox xahiş edirəm, səs-küy salmayaq. Çünki məhkəmə istintaqı hələ ki davam edir. Çox qəribədir burada. O bilmir axı nə var nə yox. Niyə qışqırırsan axı sən? Onu oradan Yaşasın hukuk şinasımız merkezimiz. İçeride ne demiştim size? Demişti ki çıkacağım. Hükümet. Güzel insan. Ekran beğenin dostlar, ekran beğenin canınız komur. Ben televizya. Uşaqlar yadından çıxmaya görə də qalıb Ben ne demiştim? Dünenleri canlı yayında bildirdim ki Bakı Apellasya Məhkəməsinin hakimi Buradan buldunuz. Sənin anasını təbrik edirəm. Aksiyonun ama atasına, anası Allah rəhməsin oğlunuza. bildirdiğim Yan çəkəcəkdik çünki yok bizim de baklarımız var. Yani günah ama istemez. Ama istemez. Yüreğim çatacak Allah'ım. Bir dənə ekranı bəyənin zəhmət olmasa. Uşaqlar bax acısız atmışam evə qaça-qaça gəlmişəm. Sadəcə bir dənə onu bilirdim. Mən yuxuda görmüşüm. Yəni dedim burada sosialda da dedim. Spam atırlar, ekranı bəyənin. Ağzımın heç bir günahı yox idi. Dəmir qapının açılmağını necə gördümsə, çox şükürlər olsun. Bugün bir daha əmin oldum ki, həqiqətən mənim torpağım bir gözəl torpaq yoxdur. Cənab İlhan Əliyevlə hər zaman irəli getmişik, gedəcəyik də inşallah yaşasın prezidentimiz, yaşasın haqq ədalətimiz. Vəssalam, sağ olun, təşəkkür edirəm. İndi arzum çıxacaq. Bir dənə yayını 5 dəqiqə açacağam. Yayını 5 dəqiqə açacağım, telefon dəhşət dərəcə donur, qızıb telefon. İstidir həm də hava şəraitinə ona görə. də bilər. Canlı yayıma gəlin. Hörmətli vəkil, sizi hamı salamlayır. Sizi hamı təşəkkür edir.
Allah var eləsin. Dostlar, gül atmayın, gül bazamız doldu. Bu arada fürsətdən istifadə Milli Mətbuat Günü münasibətilə bütün media işçilərinin hamısını bu peşə bayramı münasibətilə təbrik edirəm. Onlara can sağlığı, uzun ömür arzulayıram. Xüsusilə də qələmini Azərbaycan naminə silaha çevirənləri təbrik edirəm. Hamınıza minnətdarım. Ən doğru, dürüst, qərəzsiz xəbərlər yalnız Ata Abdullayevin səhifəsində izləyə bilərsiniz, əzizlərim. Yalnız bizdə. Ay maşallah, ay maşallah. Aha. Ay təşəkkür edirəm sizə. Aşağı beni görmürəm burada. Ayşe eşi burada mı? Burada ay Ayşe xanım aşağıdadır. Ses kesil buradadır. Kim var burada? Ay Ayşe, hara yürüyüşüsüz gelirler? Apellasyon qabağındayım. Aşkımla, yüreğimle. He, Ayşe çık gel. Ne bileyim hara gidəcək bilmirəm. Mən olmasam da Aslana baxarsın. Orada olmak var idi. İndi ay Allah, orada olmak var idi. Yaxşı acırlaşıq deyərəm. Birinci dəfə içəridə oturmuşuq, hamısı şahid belə eləyirik. Cinayət məcəlləsində hamı ayaq üstə dursun. Yadınızda saxlayın, qərar verəndə insan ayaq üstə dayanır. Oturmayın dedim. Qərarı hamı dayandı, bir sözü bəraət verir. Bəli, bəraət xanımlar, üzrlü sayın. Ola bilər dəli hiss eləyərsiniz. Ola bilər. Sevinç ana, şükürlər olsun ay Sevinç ana. Yox. Dünən də nə gözlədirsən, dünən də. Bizdə sevinç. Hə, laf yaxşı. Mən bunu hamının üçün aldım. Bilirsən, sabah səni də istiva atardılar onun da üstünə. Qoy görsünlər ki, buranın yiyəsi var ay xanım. Arzunun səsi sizdəsiz. Bütün arzulardan biz danışırıq. Bəyəm elə tək arzudan. Mənim üçün arzu da, sən də mənim bacımsan arzu da. Arzu nə sizdən artıqdır, nə əskikdir. Yo, nə sizdən artıqdır, nə əskikdir. Ola bilər. Gelin görün. Gel eksan. Boğazım yanır. Bunu kim aça bilər? Bir dənə bunu aç. Bir dənə bunu aç da qadır. Çox sağ olun, tamam. Minnətdaram sizə, sağ olun. Dostlar, günün altında istidir. Üzürü sayın sürçürəm. Maksimum beğenin, paylaşın. Beni sevgilerinizi atın. Hardasa 10-15 dəqiqə maksimum arzum artıq çıxacaq şöyle. Biz de gözleri onun çıxmasını da sizə göstərəcəyik. Mən onun barəsində ilk gündən ədalətli qərar veriləcəyinə apellyasiya məhkəməsində inanırdım və o da oldu. Apellyasiya məhkəməsinin hakimi Elnur Nuriyevin qərarı ilə İlduza Hacıyeva ev dustaqlığına buraxıldı və bu qərar da İlduza Hacıyevanın vəkillərinin məhkəməyə təqdim etdiyi ev dustaqlığı ilə bağlı vəsadətin və məhkəmə istintaqının proseslərlə birgə aparılması ilə bağlı vəsadətlərinin təmin olunmasından irəli gəldi. Hər iki vəsadət təmin olunduğu üçün İlduza Hacıyeva ev dustaqlığına buraxılır və qısa müddətdə mən sizə onu göstərəcəm. Buradan vəkillərə çox təşəkkür edirəm. Allah dövlətimizdən razı olsun. Hər iki vəkil öz işini çox peşəkar gördü. Hər iki vəkil, onu deyim. Məhkəmə çox ədalətli prinsiplər əsasında həyata keçirildi və bilirsiniz, baxış iclasından çox belə deyək də nadir hallarda ev dustaqlığına buraxılma ilə bağlı verilən vəsadət təmin olunur ki, bu vəsadət də təmin olundu.
Ümumiyyətlə bu onu göstərir ki, həqiqətən də Azərbaycanda ədalət məhkəməsi deyilən bir məhkum var və bu heç vaxt itməyəcək. Azərbaycanda məhkəmə hüquq sistemi formalaşdırıldıqdan sonra istər hakimlərin icraatında olan işlərə ədalətli baxılması, istər vəkillərin ədalətli müdafiəsinə belə deyək, şərait yaradılması, istər dövlət ittihamçısının, istər müstəntiqin işinin şəffaf şəkildə aparılmasına, işin araşdırılmasına şərait yaratdı bir də. Dostlar, maksimum paylaşın, donur yenə. Mən burada dayananda donur adətən. Donmur. Burada... Kim deyir? Donmur. Xeyr, donmur. Donmur. Allah onu 4 balasına bağışladı. Həqiqətən də bu çox dəyərli bir addım oldu. Dəyərli bir qərar oldu. Həddindən artıq gözəl bir qərar oldu. Yəni mən belə deyim də bu qərara o qədər sevindim ki, yəni sevincimin həddi hududu olmadı da. Hə Elman? Dostlar, bəni sevlərinizi əksik etməyin. Yayımı qoymayın aşağı düşsün. Elman, mən sənə icazə Sən təbrik elə, mənim hər ikisini də. Onun kamerası var.